Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 9 illik DİM test toplusunda olan köməkçi nitq kisələri mövzusunun bütün testlərinin bir-bir izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olmağı unutmayaq. Həm onlayn, həm də yəni dərslərimiz haqqında tam ətraflı məlumat əldə etmək istəyənlər üçün 055 418 82 və 02 telefon nömrəsində bu hissəyə qeyd edirəm. 055 418 82 02 nömrəsi ilə WhatsApp-dan yazıb onlayn və əyani dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Keçək indi sualların izahına. Birinci sual. Əskərlər toplaşmışdılar, amma zabitlər hələ gəlməmişdilər. Cümləsindəki bağlayıcının sinonimi. Burada amma bağlayıcısı var. Çünki, ancaq, bəli, ancaq götürmək olar. Amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısı kimi 1B. Fərid sevinirdi. Ona görə ki, olimpiyada qalib gəlmişdi. Bağlayıcının sinonimi. Ona görə ki. Gəlin əvəz eləyək. Fərid sevinir madam ki, olmaz. Hərgah olmaz. Çünki olimpiyada qalib gəlmişdi. Bəli, ona görə ki, çünki eyni məna növündə olan səbəb bağlayıcısıdır. Hansı cərgidə əmr ədatı yoxdur? Də, ki, bəs, ha əmr ədatı burada var. Lap, elə, məgər, di əmr ədatı var. Da, bircə, yəni bax əmr ədatı var. Qoy, mu, kaş. Burada məsələn qoy, gəlsənə əmr ədatları var. Elə, kaş, məhz, əsil. Burada əmr ədatı yoxdur. Cavab olacaq Y variantı. Hansı cümlədə ədat işlənməmişdir? Məgər siz sabah yola düşürsünüz? Məgər var burada. Siz ki burada ədatdır. Dayan, mən də bir kəlmə deyim də burada ədatdır. Mən də bu bağlayıcıdır, ikinci də ədatdır. Həyat, sevincin qədər əzabın da şirindir. Deməli, sevincin qədər əzabın da burada ədat yoxdur. Bu barədə heç kəsə bir söz demə, ha burada ədatdır. Deməli, cavab D bəndi. Hansı cümlədə ədat var? Arif, kitabı yerinə qoy. Burada yoxdur. Ver cavabını, di ədatdır burada, əmr ədatıdır. Sən də, sevdə da növbətçisiniz. Buradakı dəyərlər bağlayıcıdır, ədat yoxdur. Tez gəl gecişirik, yoxdur. Sevil tək qayıtdı, bu tək zərfdir. Cavab B bəndi. Hansı cümlədə ədat vardır? O bağda tək işləyir, yoxdur. Təzə nə xəbəri var Mirzə? Yoxdur. Məsləhətdir ki, bağlayıcıdır burada, onu görəsən. Mən ki, dəyməmişəm sənin xətrinə ki, burada ədatdır. Həyətdəki səliqə sahmana diqqətlə bax, cavab D bəndi. Bağlayıcıları müəyyən edin. Deməli, can bu qoşmadır, lap, di, olmaz. Ki, bəs, ədatdır, daha ədatdır. Bircə bağlayıcı deyil, bəs, ədatdır. Ancaq ki, yəni bağlayıcılar, cavab Y variantı olacaq. Ki-nin işləmə məqamlarına əsasən düzgün ardıcıllıq istəyir. Sən ki, belə deyildin ki, burada ədatdır. Deməli, birdə ədat gəlməyən B və D bəndini çıxıram. Arzum budur ki, bağlayıcıdır. İkinci bağlayıcı olmalıdır. A uyğun deyil. Bağlayıcı uyğundur. Ədat, bağlayıcı uyğundur. C ilə Y. Tezliklə arzularına çatasan. İndiki vəziyyəti tamam başqadır. Buradakı ki şəkilçidir. Leksik şəkilçi. Burada ədat yazılıb. Uyğun deyil C. Leksik şəkilçi uyğundur. Deməli, ədat, bağlayıcı, şəkilçi sıra ilə. O uzun araşdırmalardan sonra nəhayət doğru cavabı tapdı cümləsində hansı köməkçi nitq kisələrinə aid sözlər işlənmişdir? Araşdırmalardan sonra qoşma, nəhayət modal söz, doğru cavabı da bağlayıcı. Yəni qoşma, modal söz, bağlayıcı sıra ilə. Qoşma, modal söz, bağlayıcı 9 olacaq B variantı. Oğlum, deməli sən də, yenə burada köməkçi nitq kisələrini istəyir. Deməli, hər iki tərəfdən vergül qoyulub, bu modal sözdür. Sən də bağlayıcıdır, qardaşın kimi qoşmadır, müəllim olmaq istəyirsən. Modal söz, bağlayıcı, qoşma, cavab D bəndi. Köməkçi nitq kisələrini müəyyən edin deyir. Sara adı xalq üçün qoşmadır. Ən sevimli, ən burada ədatdır. Ad oldu, 1-3, cavab B bəndi. Köməkçi nitq kisələrini istəyir yenə. Kamal ata kürsü deyil ki, irslə övlada yetişə. 2-dən sonra vergül var, bu bağlayıcıdır. İrslə övladı, irs ilə, bu da qoşmadır. Cavab 1-2 C variantı. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgə. Əgər, hərgah, indi ki, madam ki, bir halda ki, cavab B bəndi. Yenə məntiqi uyğunluq istəyir. Həm də, hətta, ha belə, o cümlədən, həmçinin,
Burada cavab olacaq C variantı. Deməli, 13-də məntiqi ardıcıllıq şərt bağlayıcılardır, 14-də iştirak bağlayıcılardır. Yenə ona görə ki, ondan ötürü ki, onun üçün ki, səbəb bağlayıcı, çünki C variantı ardıcıllıq olacaq. Ədatın məna növünü istəyir bu şərtdə. Bəli, təsdiq bildirən ədatdır. Bu işin öhdəsindən sən gələ bilərsən. Təsdiq var, elə cavab Y variantı olacaq. Sözlərin biri modal söz kimi işlənə bilər. Məncə, modal söz kimi işlənə bilən modal söz olar. Sözlərin biri modal söz kimi işlənə bilər. Düzəlməz, düzgün, düzü ola bilər. C variantı. Köməkçi nitq hissələrin hansı işlənməmişdir? Bəlkə modal işlənib, bu mahnı lap ədat işlənib, arazın o tayinə dək qoşma işlənib. Bağlayıcı və nə yoxdur? Bağlayıcı yoxdur. Bir də nida yoxdur. B bəndi. Bağlayıcı və nidanı görmədik. Hansı köməkçi hissələri işləməmişdir? Bəlkə yenə modal söz var. Modal sözü çıxıram. Bu axşam sən də bağlayıcı var. Bağlayıcı olan bəndi çıxıram. Onunla ilə qoşması var. Qoşma olan bəndi çıxıram. Yerdə qaldı ədat nida. Cümlələrin birində qoşma işlənməmişdir. Şirin bir xatirə tək qoşma var. Yağışdan sonra qoşma var. Səndən başqa dostum yoxdur, qoşma var. Kamil çantasının ağzını iplə qoşma var. Arxa tullan sonra afərindir, burada qoşma yoxdur, sonra zərfdir. Cümlələrin birində qoşma işlənmişdir, başqa işlərə vaxt sərf etmə yoxdur. Cəmil ilə Kərim, burada Cəmil və Kərim bağlayıcıdır, mənim dostlarımdır. Tək ondan ehtiyat edirəm, qoşma yoxdur. Hər gün gəlib mənim ilə görüşərdi, burada var. Hər axşam sahildə tək gəzişəri, bu da zərfdir, qoşma deyil, cavab D bəndi. Arzu ədatı işlənmiş cümlə. Bu sənin həyatında ən əlamətdar hadisədir. Ən arzu ədatı deyil, qüvvətləndiricidir. Yanıldım, doğrusu uyub aldandım. Doğrusu modal sözdür. Elə şirin-şirin danışmağım var. Burada elə təsdiq bildir, daha doğrusu dəqiqləşdirici ədatdır. Elə əsilməz. Kaş ki düşməyəydim bu saraylara. Kaş ki arzu ədatıdır. D bəndi cavabdır. Bəli, sən bunu bilirsən, bu təsdiq ədatıdır. Nida işlənmiş cümlə. Gedin, yanılmışdır sizi göndərən. Ay Məşədi, A Məşədi, A burada nidadır. Kaş sən deyən kimi olar. Kaş ədatdır. Demək, baş tutmadı sənin bu arzun. Demək, burada modal sözdür. Yaxşı, sonra məsləhət. Yaxşı da burada modal sözdür. Cavab B bəndi. Nida işlənmiş cümlə. Bəs nə vaxt cavab? Bəs burada ədatdır. Ay uşaq, ay nidadır. Elə bil yer qopdu. Elə bil modal sözdür. El bilir ki, sən mənimsən. Yoxdur. Ahın dağlara. Buradakı ah isimdir. Cavab B bəndi. Sözlərin biri əsas nitq hissəsi kimi işlətmək olmur. Sanki, müxtəsər, deyəsən, kimi. Təbii ki, sankini. Müxtəsər cümlə necə cümlə sifət olur? İsim ola bilər. Kimi sual əvəzliyi, qeyri-müəyyən əvəzliyi ola bilər. Deyəsən, feil kimi işlənə bilər. Davam edirik 27-dən. Cümləsindəki bağlayıcının sinonimi. Gedirsiniz, gedin. Amma mollanın xeyir duası. Amma, ancaq, lakin, fəqət. Cavab C variantı olacaq. Cümləsində modal sözlərin hansı məna növü işlənir? Əlbəttə, əməl dostluğu əbədi yaşayır. Təbii ki, əlbəttə, yəqinlik bildirir. Cavab Y variantı. Şübhəsiz, biz qalib gələcək. Şübhəsiz modal sözün hansı məna növüdür? Elə o da yəqinlikdir. Xülasə, modal sözün hansı növüdür? Biz bu məsələni qəti şəkildə həll etməliyik. Təbii ki, xülasə ümumiləşdirmə və nəticə bildirən modal sözdür. C variantı. Yəni, nəhayət, bu da ümumiləşdirmə və nəticə bildirir. A variantı. Hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir? Qoca palıd sanki, burada modal söz var. Bugün quşlar lap tezdən ədat var. Dünənki yağışda çiçəklərin ləkəkləri tərtəmiz yuyulmuşdur. Burada yoxdur. Sular göz yaşı kimi qoşma var burada. Hava aydın və bağlayıcı var burada. C-də yoxdur. Leksik mənası olmayan sözləri, yəni köməkçi nitq hissələrini istəyir. Əgər, lakin, lap, görə, elə A variantı uyğundur. Kitabın leksik mənası var. Cəld leksik mənası var. Kiminin leksik mənası olar. Məsələn, dənizdə götürmək olar. Dünyanın da var. Cavab A variantı. Leksik mənası olmayan sözlər biz var. Kimi, sarı, doğrusu, məktəb. Burada məsələn məktəbin hər zaman leksik mənası var. Və lap ötürü savayı leksik mənası yoxdur. Qədər, sonra, qanunun hər zaman leksik mənası var. Son, əvvəl leksik mənası olan sözlərdir. Cavab C bəndi. Nar hamı üçün faydalı meyvədir. Ha belə bəzi xəstəliklərin dərmanıdır. Hansı köməkçi nitq hissələri işlənməmişdir?
Hamı üçün qoşma var. Qoşma olan bəndləri çıxıram. Ha belə bağlayıcı var. Bağlayıcı olan bəndləri çıxıram. Yerdə qalır modal söz, ədəd, nida, Y variantı 35-də. 36. Nümunədə işlənmiş köməkçinin ilk hissələrinin ardıcıllığı. Məncə modal sözdür. Deməli, A ilə B getdi. Cəmiyyəti elə Gəldiyev kimi adamlardan məhz ədaddır bu. Modal sözünün sonra ədad olmalıdır. Gəldiyev kimi qoşma. Cavab Y variantı. Yenə ardıcıllıq istəyir. Əhməd görəsən, modal sözlər var, vergüllər var daha doğrusu, modal sözlə başlayırıq. Biz bunlar tək qoşma ilə davam edirik, bağlayıcı olan çıxırıq. Bağlayıcı, modal söz qoşma, ədad. Qəhrəman neftçi adını qazana biləcək kimi sual ədatı var. Bəli, cavab D bəndi. Məncə, modal sözlə başlayırıq. D ilə Y getdi. Sənin kimi qoşma ilə davam edirik. B-də getdi. Nəcib insandan nə küsən olar, nə də incə. Nə də bağlayıcı var burada da. Ədad getdi. Cavab qaldı A variantı. Həm ədad, həm də əvəzlik kimi işlənən sözlər əsla olmaz. Nə, elə, necə. Elə cavab B variantı olacaq. Ancaq olmaz, kimsə olmaz, yəni olmaz. Həm əvəzlik, həm də ədad. Necə, elə, belə, elə cavab A variantıdır. Necə, niyə olmaz, hamı olmaz, belə, bax, bax olmaz əvəzlik kimi. Bu, həm, bu da ədad kimi olmaz. Cavab oldu nə? A variantı. Nümunədə işlənmiş köməkçinin ilk hissələrini. Gedin kəndlərə deyin ki, bağlayıcı ilə başlayırıq. 2. Onlar daha mənə, daha ədaddır 3, mənə vergi verməyəcəklər. 2 və 3. Cavab A variantı. Nümunədə işlənmiş köməkçinin ilk hissələrini. Şadam ki, bağlayıcı ilə başlayırıq. Keyfini saz görürəm, amma bağlayıcı ilə davam edirik. Təəssüf ki, hər iki tərəfdən vergi qoyulub, bu modal sözdür. Mən tələsirəm. 2, 3. 2 dənə bağlayıcı var, bir dənə modal söz var. 2, 3 cavab A variantı. Davam edirik 43-dən. Nümunədə işlənmiş, işarələnmiş söz hansı nitq hissəsinə aiddir? Dalğalanır, çalxalanır günə baxan zəmisi. Çatışmır bu dənizin yalnız bəyaz gəmisi. Ancaq bəyaz gəmisi. Bu ədaddır. Cavab Y variantı. Nümunədə işarələnmiş söz. Məgər, mənzilə, məgər də ədaddır. Bu rahat sualdır, sual ədatıdır. Həm sifət, həm də ədad kimi işlənə bilən sözlər məhz, yalnız, artıq, tək. Artıq, tək, bəli. Artıq adam, artıq söz, tək insan, bir də artıq hazırdır, tək sən gəl. Bəli, cavab B variantı. Ancaq sifət olmaz, təkcə, məhz olmaz, bir sifət olmaz, nə sifət olmaz. Hansı sözlər həm əvəzlik, həm də ədaddır? Elə, necə, tək əvəzlik deyil, bu olmaz, həmin olmaz. 1-2, cavab 46-da C variantı. Hansı sözlər həm əvəzlik, həm ədaddır? Təkcə sən gəl olmaz, tək əvəzlik olmaz. Nə olar, məhz olmaz, kimi olmaz, belə olar. 2 ilə 5 cavab Y variantı. Mən dərsdən sonra evədək piyada getdim. Qoşmanın məna növünü. Dərsdən sonra nə zaman sualına cavab verir? Bu zamandır. Evədək, bu da məsafə ifadə edir. Zaman və məsafə. Cavab B variantı. Məlik iclasdan sonra evinədək piyada getdi. Yenə sonra, iclasdan sonra zamandır, evinədək məsafədir, zaman, məsafə, cavab B variantı. Sarı tərəf doğru qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Evə sarı, evə tərəf, evə doğru yönlük hala qoşulur və istiqamət bildirir. Cavab B variantı. Başqa, qeyri, savayı, özcə qoşmaları hansı növdədir? Deməli, hansı məna növündədir? Bunlar məsafə bildirir. Yox, daha doğrusu fərqlənmə ifadə edir. Səndən başqa, səndən savayı, səndən özgə və çıxılıq hala qoşulur, fərqlənmə ifadə edir. Cavab Y variantı. Hansı cəridəki bütün qoşmalar digər nitq hissələri ilə ammonimli təşkil edir? Üçün olmaz, özgə, səndən özgə, özgə adam sifət ola bilər. Sarı, evə sarı, sarı rəng. Üçün, yenə üçün var burada, olmaz. Dək olmaz, ötürü olmaz, doğru, əvvəl, başqa, sənə doğru qoşma, doğru adam sifət, səndən əvvəl qoşma, əvvəl gəl, zərf, səndən başqa qoşma, başqa adam sifət. Bəli, cavab Y variantı. Bütün qoşmalar digər nitq hissələri ilə ammonimli təşkil edir. Yenə üçün var, olmaz, tək, sonra tərəf, bu olar, sənin tək qoşma, səndən sonra qoşma, sənə tərəf qoşma. Tək sifət olur, sonra zərf olur, tərəf ism olur. Qabaq, ötürü, sarı, ötürü olmaz,
Kimi, görə, ilə əsas nitq hissəsi olmaz. Görə də eyni zamanda. Doğru, üçün olmaz. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Digit, burada əmr ədatıdır. Cavab D variantı. Ədatın hansı növü? Bəs bizim ruhumuz, bəs sual ədatıdır. Bizim ruhumuz məgər bir anda, məgər də sual ədatıdır. Bir anda dolaşa bilərmi? Bu da sual ədatıdır. Cavab D variantı, sual ədatları var. Bənzətmə və müqayisə bildirən modal sözlərdən ibarət cərgə. Yəqin ki, bəlkə də, sanki, elə bil. B bəndi. Eyni zamanda bənzətmə və müqayisə bildirən modal sözlər cümlələrdə vergüsüz işlənir. Hansı cərgə yəqinlik bildirən modal sözlərdən ibarətdir? Deyəsən, yəqin ki, bəlkə, nəhayət, elə bil, sanki, əlbəttə, şübhəsiz, bəli. Cavab D variantı. Hansı cərgədə həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər verilmişdir? Deməli, bağlayıcı və ədat. Məgər bağlayıcı olmaz, tək, yalnız, əgər olmur, hətta ki, yəni. Hətta olur, ki olur, yəni də olur. Hər ikisi uyğundur. Hətta bəs olmaz, təki olmaz. Cavab C variantı. Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənə bilən sözlər istəyir. Əsasda olmaz, ki əsas nitq hissəsi olmaz. Elə nə? Ədatdır, həm də əsas nitq hissəsidir. Bəli, əvəzlik ola bilir bunlar. B bəndi. D əsas nitq hissəsi deyil, məhz, hətta deyil. Elə məhz də həmçinin. Həm qoşma, həm də sifət kimi işlənən sözlər. Səndən başqa evə doğru qoşma, başqa adam, doğru adam, sifət, elə A variantı cavabdır. Qədər ism ola bilir, bəri sözü zərf ola bilir əsas nitq hissəsi kimi, tərəf ism ola bilir, savayı ümumiyyətlə olmur. Cümlələrin birində nida işlənmişdir. Ah, səni unutmaq necə çətinmiş. Burada var elə. Görünür, bu modal sözdür. Bugün yeni mənzilə köçürsüz. Məgər ədatdır. Nə durmusan, içəri gəlsənə, nə ədatdır. Axı, ədatdır, sənə dünən söz tapşırdılar. Cavab A variantı. Cümlələrin birində nida işlənmişdir. Görünür, günəşə iştaham vardır. Bu modal sözdür. Kirpiklərindir ox, qaşlarındır yay. Burada yoxdur heç nə. Qartal ox kimi göyə yüksəldi. Yenə yoxdur. Ox Nayman ananın düz ürəyindən. Düz burada ədatdır. Ədat istəyirsə D-ni götürmək olar, amma bizə nida istəyirik. Ədat istəmir. Ay qardaş, ay burada nidadır. Nida istədiyinə görə cavab Y variantı. Cümlələrin birində nida işlənmişdir. Bəs sən nə vaxt gələcək? Nə vaxt gələcəksə, bəs nə vaxt gələcək? Deməli, bəs burada ədatdır. Ey Araz, ey nidadır, B-də var. Elə bir modal sözdür. Yer qopdu öz təməlindən. El bilir ki, bağlayıcıdır. Qoy bayrağımız həmişədir. Qoy da burada ədatdır. Cavab B bəndi. Hansı cümlədə iki ədat işlənmişdir? Qarşıda olduqca gözəl meşə var. Olduqca bir dənə ədat var. O niyə gəlmədi ki? Bir dənə ki ədatı var. Üçcə, C burada ədatı gündən sonra qoşmadır. Dostum, yəni İlqar təzə gəlib, yoxdur. Artıq vaxt yetişib, qoy gəlsin. Artıq və qoy, 2 dənədir. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Son zamanlar nəsə iş düz gətirmir, iş lap gətirmir. Sadəcə yerinə qoyub işləyək. Lap gətirmir demək olmaz. Anası düz deyirdi, anası lap deyirdi, olmaz. Bir düz danış, bir lap danış görək, demək olmaz. Kamuran gəlib lap Samirənin qarşısına dayandı, demək olar. Əhməd dəftərə lap xətt çəkdi, demək olmaz. Nidalardan ibarət cərgəni müəyyən edin. Xox, məhz olmaz. Ax, bəs olmaz. Ura, əhsən, hətta olmaz. Bəh-bəh, kaş olmaz. Vay, ay, aha olar. D bəndi. Nidalardan ibarət cərgə ura, hay, bəs olmaz. Ay, vay, ah olar. Ay, oy, məhz olmaz. Tək olmaz, hətta olmaz. Cavab C. Bizə doğru yönələn ittihamda doğru münasibət axtarırıq. Bizə doğru yönlü halsa bu qoşmadır. Burada özündən əvvəl yönlü hal gəlməyib, doğru burada sifətdir. Qoşma və sifət cavab olacaq Y variantı. Kimi qoşması tək qoşmasının sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir? Sənin kimi, sənin tək. Yəli halla işlənir və burada bənzətmə ifadə edir. Bənzətmə, yəli hal. Cavab C variantı. Kimi qoşması dək qoşmasının sinonimi olduqda evə kimi, evə dək yönlü haldır, məsafə ifadə edir. Yönlü hal, məsafə. Cavab C variantı. Deməli, modal sözlərin mənaca hansı növləri? Düzü, həqiqətən, müxtəsər, nəhayət. Düzü, həqiqətən, müxtəsər. Müxtəsər, nəhayət, nəticədir. Düzü, həqiqətən, yəqinlik bildirir. Cavab A variantı. Hansı cümlədə həm modalsız, həm də nida var? Ura,
Bu nidadır. Nəhayət modal söz. Düşmən məğlub edildi. Elə A variantı. Görəsən modaldır. Biz tikintini vaxtında qurtara biləcəyik kimi burada ədatdır, amma nida yoxdur. Yox, ədatdır. Deyəsən modal sözdür. Bir də görüşməyəcək. Burada nida yoxdur. Ah, ana, mən çox yorulmuşam. Ah, nida var, amma modal yoxdur burada. Pəhpəh nidadır, nə ətirli çaydır. Burada nə ədatdır, modal yoxdur. Cavab A variantı. Birində çağırış bildirən nida var. Ay, 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 gör neylədin? Bu çağırış deyil. Hey, uşaqlar. Aha, bu çağırır, uşaqları çağırır. B bəndi. Bu isə nə danışsan çağırış deyil. Vah, bu imiş dərsi üsulü cədid. Yox, çağırış deyil. Ay aman, çayın suyu artır, çağırış yoxdur. Hansı söz suala cavab vermir? Məhz söz, divan. Baxın, söz isimdir. Nə, divan, nə, kamera, nə, çay, nə. Məhz ədatdır, suala cavab vermir. Toplantı nə, çörək nə, kaş suala cavab vermir. Tez-tez necə, ətirli necə? Cavab C. Qoşmalardan biri ismin yönlük halda işlənə bilmir. Sənə qarşı, evə tərəf, evə doğru, evə sarı, səndən sonra. Falan vaxtdan sonra bu çıxışlı xalla işlənir. Çıxışlı halda olan sözlərə qoşula bilən qoşma. Səndən tərəf, səndən üçün, səndən görə, səndən əvvəl oldu. D bəndi. Çıxışlı halda olan sözlərə qoşula bilən qoşma. O gündən bəri demək olar. A variantı ilə. İlə, qarşı, kimi, üçün olmaz. Həm əsas, həm də köməkçinin ilk hissəsi kimi işlənə bilən söz çox olmaz, axı olmaz. Çox ola bilər əslində. Çünki çox bir say ola bilər, çox adam və ya çox danışmaq zərfi ola bilər. Eyni zamanda çox gözəl ifadəsində sifətin yanında gələn çox ədat ola bilir. Xeyr olmaz, gözəl, kaş olmaz. Elə cavab A-dır. Həm əsas, həm köməkçinin ilk hissəsi kimi. Yəqin ki, olmaz. Ha olmaz, ancaq olmaz, dair olmaz, qoy ola bilər. Qoymaq feili bir də əmr ədatı kimi. Qoy, fikrimi bitirim. Y variantı. Birində də bağlayıcıdır. Sən də bizə gəl, elə bağlayıcıdır bu. Demişdim də, bu ədat. Evdə bitişik yazılıb, bu yerli haldır, şəkilçidir. Nə durmusan, gəl də ədatdır. Təkilikdə danışıb həll etdik. Necə, nə cür? Bu zərf düzəldən şəkilçidir. Cavab A variantı olacaq. 82. Birində da bağlayıcıdır. Dayım da həkimdir. Elə bağlayıcıdır. Nağılı danış da ədatdır. Dostumda maraqlı kitab var. Kimdə? Haldır bu. Bilirdim də ədatdır. Bu işi birlikdə, bu da zərf düzəldir. Ancaq sözü hansı nümunədə bağlayıcıdır? Sözü ancaq sənə aiddir. Bu ədatdır. Şəhərə ancaq sən getməlisən ədatdır. Çay hazır idi, ancaq içməyə vaxt tapmadım. Bəli, amma içməyə vaxt tapmadım. Cavab C bəndi. Digər ancaqlardan da əvvəl fikir verin, vergülü yoxdur. Cavab olacaq C variantı. Ancaq sözü nümunədə bağlayıcıdır. Yəni, özündən əvvəl vergül olan ancağa baxmaq lazımdır. Sən ancaq meyvələri yığ olmaz. Təhsilli idi, ancaq baxın, özündən əvvəl vergülü var və amma ilə əvəz olunur. Təhsilli idi, amma işləmirdi. B bəndi cavabdır. Kənddə ancaq Fərid qalmışdı. Doğrusu yaylaqda ancaq moruq mürəbbəsi pişirmişik. Meşədən ancaq cırzoğal. Bunların hamısı ədatdır. Verilən sözlər içərisində hansı qoşmanın sinonimi yoxdur? Deməli, tərəf, əvvəl, tək, başqa. Evə tərəf, evə doğru. B-nin sinonimi var. Səndən əvvəl, səndən qabaq. Y-nin də var. Sənin tək, sənin kimi. C-nin də var. Səndən başqa, səndən savayı var. Sonranın sinonimi yoxdur. Sözlər yalnız köməkçinin hissələri kimi işlənir. Kimi, nə, sol əvəzli olur. Hətta, ilə, savayı. B bəndi. Üçün tək sifət ola bilir. Əvvəl zərf ola bilir. Qədər isim ola bilir. Köməkçinin hissələrinin ibarət sıra ya ilə casına şəkilçidir. M, ca, la ilə. Elə B bəndə olar. M ədat, ca ədat, la ilə qoşması. M, ca, ki olmaz. Köməkçinin hissələrinin sız şəkilçisi olmaz. Sana, ça olmaz. Cavab B bəndi. Köməkçinin hissələrinin ibarət cərgə. La, sız şəkilçisiz olmaz. Casına da olmaz. Ca, sana, can. Bəli. Ədat, ədat, can da qoşma. Evəcən məsələn. M, ca, ki olmaz. Hansı cərgədə sözlərin hamısı köməkçinin hissəsi kimi işlənə bilir? Kimi, biri olmaz, həmin olmaz, axırıncı olmaz, ötəri olmaz, doğrusu görəsən bax. Doğrusu və görəsən modal söz, bax, ədat kimi. Hansı cərgədə köməkçinin hissələrinə aid nümunə yoxdur?
Aradan məncə burada var nümunə. Birgə səncə var. Tərəfdar sanki var. Hərdən incə yalqız burada yoxdur. Yerdən dərəcə ancaq var burada. Cavab D bəndi. Şeir parçasında hansı köməkçi niksələri işlənmişdir? Gecələr sayrışarkən ulduzlar lalə kimi qoşma var. İşıqlar jalə kimi yenə qoşma var. Ən yaxın ədatdır. Qoşma və ədat. A variantı. Sözə qoşularaq zaman mənası yarada bilən qoşmaların cərgəsi. Zaman mənası deyirsə, özgə olmaz. O gündən bəri nə vaxt səndən qabaq, o gündən qabaq, o gündən sonra. Bəli, B bəndi. Məsafə mənası ifadə edən qoşmaları istəyir bizdən. Deməli, qədər, tərəf, sarı istiqamətdir bu. Evəcən, evə kimi, evədək. Arıca adatı işlənmiş cümləni müəyyən edin. Kaş mən də orada olaydım. Cavab A variantı. Əmr adatı işlənmiş cümləni istəyir. Qoy narazılıq olmasın. Cavab A variantı. Qonşular da bu məsələ haqqında səncə düşünmədilər. Nümunəsində baxın. Səncə, burada vergül qoyulsa modal söz olar. Vergül qoyulmayanda C burada əvəzliyi və sən əvəzliyi və C ədatı olur. Deyir ki, indi nümunəsində səncə iki tərəfdən vergülə ayrılarsa həmin söz morfoloji baxımdan nə olar? Vergül qoyularsa modal söz olar. Cavab A variantı. Bu hadisədən sonra yenə səncə hər iki tərəfdən vergülə ayrılırsa avtomatik olaraq bax səncə nə oldu? Modal söz oldu. Cavab D variantı. Nümunədə hansı köməkçinin diksəsi işlənmişdir? Bizim qazancımız bu oldu ancaq qorxu xəndəyindən biz körpü atdıq. Ancaq qorxu xəndəyindən. Burada ədat var. Çünki deyir ki, bizim qazancımız ancaq bu oldu. Yalnız bu oldu. Ədatdır bu. 99. Hansı ədatlar ikinci şəxsin təkində işlənən feilin əmr şəkildə oxşarlıq təşkil edir? Sən qoy, sən bax, sən gör. Elə cavab A variantı olacaq. Ancaq məhz digərləri uyğun deyil. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji baxımdan nədir? Nədir susmağımın səbəbi səncə? Bu işdə tələsən uduzar məncə. Bu təbii ki, modal sözdür. Biri ədatdır, hər, gah, həm, əgər, bəs sual ədatı. Biri ədatdır, məgər ədatdır elə. Çünki, hərgah, lakin ilə. Çünki, lakin, hərgah qoşma bağlayıcı ilə qoşmadır. Cərgələrin birindəki ədatlar digər köməkçi nitqsələri ilə homonimi təşkil edir. Digər nitqsəli, köməkçi nitqsələri ilə. Deməli, necə, daha olmaz, təkcə olmaz, bax olmaz, ki, yəni, bəli, ki, bağlayıcı və ədat ola bilir, yəni bağlayıcı və ədat ola bilir. Y variantı. 104. Cərgələrin birindəki ədatlar digər köməkçi nitqsələri ilə homonimi təşkil edir. Lakin, yalnız, olmaz, qoy olmaz, ki, necə olmaz, tək olmaz, ki, ancaq olar. Qoşma, bağlayıcı və ədat kimi. Hansı köməkçi nitqsələri işlənib? Çəkdi illər bu dərdi, çəkən bilər bu dərdi. Könlümdən silsə ancaq yarım silər. Yəni, silə bilsə ancaq yarım silər. Bu ancaq ədatdır. Ədat olan bənd A variantı. Bunlardan biri nida və feil kimi işlənə bilər. Feil deyirsə maq artır. Ahmaq olmur, ufmaq olmur, vahmaq olmur, axmaq olur. Uramaq olmur. Cavab D variantı. Nida və feil. Axmaq deyəndə çayın axmağı nəzərə tutularaq çay axdı burada. Bənzətmə və müqayisə mənalı modal sözün işləndiyi cümlə. Nəhayət, vergül var, fikir verin. Bənzətmə və müqayisə vergülsüz işlənənlərdir. Nəhayət, nəticə bildirəndir. Yaxşı, mən razıyam. Əlbəttə, gərək çox çalışırsan. Elə bil, bənzətmə və müqayisə vergülsüz işlənib, tamamilə doğrudur. Qız deyəsən, anasından bu da uyğun deyil. Cümləsində köməkçi nitqsələrin hansı işlənməyib? Aysədir, nida var. Məncə, modal söz var, hər iki tərəfdən vergüldür. Daha ədatı var. Kərimov kimi qoşma var, deməli bağlayıcı yoxdur. Ədatın hansı mənavi işlənib? Eyni vardan var olmuşuq. Sən gümüşsən, mən tunc, mu, ya mu, sual ədatıdır. Cavab B variantı. Hansı cümlədə ədat işlənməyib? Həkimin məsləhətlərinə əməl edirsənmi? Burada var. Dayan, mən də bir kəlmə deyim də ədat var. Təki həmişə sən gələsən, təki ədatı var. Məgər sən də saz çala bilirsən, ədat var. Yığıncağa qonşu məktəbdən də gələnlər vardı. Bu bağlayıcıdır. Burada yoxdur. Bir qayaya söykənmişəm, deyirəm kaş. Ədatdır bu. Bax beləcə. Bax bu da ədatdır. Ədatlar var burada. C variantı. Tək sözü deyir, ədat kimi işlənmişdir.
O universitetə tək getmişdi. Necə getmişdi? Bu zərfdir. Evdə tək qalmaq qorxulu deyil. Necə qalmaq? Tək qalmaq zərfdir. Səlim ailənin tək övladıdır. Hansı övladdır? Sifətdir. Bütün ümidimiz tək sənsən, yalnız sənsən, ancaq sənsən. Bu ədatdır. Eldar pəhləvan tək, bu bitişik yazılıb qoşmadır. Hansı köməkçinin hissəsi işlənmişdir? Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, gah da bu bağlacıdır. Axşamüstü qoy uzaqdan ədatdır. Havalansın xanın səsi. Ədat və bağlayıcı var burada. Cavab C variantı. Məktəbi bitirənə qədər qoşma var burada. Mənimlə, mənim ilə yenə qoşmadır. Eyni partda oturmuşdu. Burada qoşma var, 2 dənə qoşma, qoşma. Nəticə bildirən modal sözlər, xülasə, deməli, nəhayət, elə A variantı. Məncə olmaz, gərək, sanki, doğrudan, əlbəttə, həqiqətən cavab A bəndi. İlə hansı cümlədə qoşma kimi işlənib? Məzmunları səmimiyyət ilə olmaz. Səmimiyyətlə necə nəcür? Bu zərfdir. Əskərlərimiz cəsarətlə vuruşur. Zərfdir. Əskərlər ilə zabitlər. Əskərlər və zabitlər eyni masa arxasında oturmuşlar. Bu bağlayıcıdır. Ana ilə bala, ana və bala qoşa gedirlər. Bağlayıcıdır. Qonaqları dağ yolu ilə gətirmişlər. Bu qoşmadır. Cavab Y bəndi. Qoşma işlənmiş cümlə. Qoca güclə yeriyirdi. Necə nəcür? Bu zərfdir. Nənəm və babam kənddə yaşayırlar. Bağlayıcıdır bu. Sən çıxdın qarşıma duzla, çörəklə. Burada düşünə bilərsiniz ki, mən duz və çörəklə deyə bilərəm, əvəz eləyə bilərəm. Amma duzladan sonra vergül var. O zaman gərək vədən sonra vergül də qoyasınız. Duz və vergül çörəklə olmaz. Sən qarşıma çıxdın duzla, yəni sən qarşıma çıxdın duz ilə. Burada fikir bitdi. Sən qarşıma çıxdın çörək ilə. Burada fikir bitdi. Yəni burada artıq vergül qoya bilərsən. Duz ilə qarşıma çıxdın, çörək ilə qarşıma çıxdın. Hər ikisi la qoşmadır. Cavab C variantı. 118. Qoşma işlənmiş cümlədir. Qız həyəcanla danışırdı. Necə nəcür? Zərfdir. Rəssam tablo üzərində səy ilə çalışırdı. Necə nəcür? Zərfdir. Ana oğlunu təmtəraqla yola saldı. Necə nəcür? Zərfdir. Əsgərlərimiz mühasirəni asanlıqla yardılar. Necə yardılar? Zərfdir. Aysel telefonla danışırdı. Necə nəcür danışırdı deyə bilmirəm. Aysel telefon ilə danışırdı. Deməli, ilə burada qoşmadır. Doğru sözünün qoşma kimi işləndiyi cümlə. O hər şeyi doğru danışdı. Doğru danışmaq feilinə aiddir. Zərfdir. Uşaq anasına doğru, özünün əvvəl yönlük hal var. Deməli, burada qoşmadır. Cavab B variantı. Doğru söz acı olar. Söz isminə aiddir. Sifətdir. Doğru büdrəyər amma yıxılmaz. Sifətdir. Doğruya zaval olmaz. Sifətdir. Cavab B bəndi. Kimi qoşması tək qoşmasının sinonim olduqda ismin hansı halları? Sənin kimi, sənin tək. Yiyəlik halla işlənir. Deməli, bir də, məsələn, əli kimi, əli tək, adlıq halda ola bilər. Yiyəlik və adlıq cavab C variantı. Qoşma və əvəzlik kimi işlənə bilən söz qədər olmaz, doğru olmaz, tək olmaz, görə olmaz, kimi, qeyri-müəyyən əvəzlik və qoşma olar. Hansı cümlədə ilə qoşmadır? Şəkil fırça ilə çəkilib. Elə cavab A-dır. Dünya ilə cahan, dünya və cahan və burada bağlayıcıdır. O mənə həyəcanla dinlədi. La burada zərf düzəldib. Əli və vəli bağlayıcıdır. Dostum imtahanlara səy ilə çalışırdı. Necə nəcür? Burada zərf düzəldib. Tərkibində tabeli bağlayıcı işlənmiş cümlə. Tabeli bağlayıcı. Ədilə və tabesizlik bağlayıcıdır. Qarşılaşdırma. Madam ki, əgər, hərgah, madam ki, şərt bağlayıcısı, tabeli bağlayıcısı, cavab B variantı. Gah özünü günahkar sayır, gah da başqasını, ya da gah da istərsə bu tabesizlik bağlayıcısıdır, bölüşdürmə bağlayıcı. Hava tutuldu, amma yağış yağmadı. Qarşılaşdırma bağlayıcısı tabesizlikdir. Nə hə deyir, nə yox, inkar bağlayıcısı tabesizdir. Ki hansı cümlədə bağlayıcı kimi işlənmişdir? Ürəyindəki daha doğrusu yaddan çıxart. Burada dakı şəkilçisi var, ki yoxdur. Bildir ki, əhvalat sifət düzəldib. Bağdakı, burada dakı var. Mən ki, ədatdır. Bağlayıcı istəyir bizdən. Sənə yaraşmaz ki, bu bağlayıcıdır. Hansı bağlayıcıdan sonra vergül qoyulur? Ki-dən sonra. Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır. Ey, sən hara gedirsən? Düzdür. Pəh, bu mənim işimdir, xanım. Düzdür. Qoyulmalıdır. Vay, dədəm vay, buna danışır. Vay, dədəm vay, buna danışır. Burada vergül qoyular. Bu şərəf nesə, bu necə uşaq danışırsan, bu olar. Acı da. Deməli, çağırış nidasından sonra bir dənə eydən sonra vergül qoyula bilər. A-dan sonra vergül qoyula bilməz. Acı da burada bütöv yazılmalıydı. Vergül olmamalıdır burada. Cavab Y variantı.
Davam eləyirik. Sözə bitişik yazılan ədatlar. Bəs, olmaz, da, di, sana və ca. Fikir verin, şəkilçi işarəsi qoyulub burada. Elə bu məntiqlə də yazmaq olardı. Hansı qoşmalar sözlərə bitişik yazılır? Ötürü, kimi, ca. Bəli, ca qoşma da ola bilir. Ədat da ola bilir. Qoşma olduğu zaman da bitişik yazılır. Dək olar, cən olar. 3, 4, 5 cavab A variantı. Burada fikir verin, canı ədat kimi götürdük, burada qoşma kimi götürdük. Məsələn, bircə kitab aldım desəm, bircə kitab aldım. Buradakı bir sayına qoşulan cə ədatdır. Qoşma kimi canı işlətsək, məsələn, yol boyunca ağaclar əkilmişdi. Yol boyu ilə. Ca burada qoşmadır. Qarşı doğru əvvəl qabaq qoşmaları ismin hansı hallarına? Evə qarşı, evə doğru, səndən əvvəl, səndən qabaq. Demək, yönlü və çıxışlı hal. Bəri ötürü sarı tərəf, o gündən bəri səndən ötürü çıxışlıqdır. Evə sarı, evə tərəf, bu da yönlükdür. Çıxışlıq, yönlük cavab B bəndi. Nümunədə hansı köməkçi niksələri işlənmişdir? Biz el yoluna can qoşmadır, yanaşı addımladıq, heç danışmadıq, heç ədatdır. Qoşma və ədat. Hansı köməkçi niksələri işlənmişdir? Sevən könüllülər üçün qoşmadır burada. Gülüm, uzaqlıq, ən böyük, ən gözəl, bu da ədatdır. Qoşma, ədat. Y variantı. Kaş mən də sənin kimi sərbəst olaydım. Kaş ədatdır, mən də bağlayıcı, sənin kimi qoşma. Deməli, kimi qoşma var, ədat var, bağlayıcı var. Burada nə yoxdur? Modal söz və nida yoxdur. A variantı. Bəlkə modal söz var, deyir işlənməmişdir. Modal söz olan bəndə çıxıram. Onun da bağlayıcı var, bağlayıcı olan bəndə çıxıram. Oğlu qanlı döyüşlərədir. Kim bilir? Bəlkə də modal söz var. Mənimlə, bir dəfə mənim ilə qoşma da var. Deməli, ədat və nida yoxdur. Hansı sözlər həm əsas, həm də köməkçi niksəsi kimi işlənir? D işlənmir, yalnız, məgər işlənmir, qoy, təkcə, necə işlənə bilir. Ki işlənmir, cavab Y variantı. Fikrin mənbəyini bildirən modal sözlər məncə, səncə, zənnimcə, bizcə. Cavab Y variantı. Birini iki nitq hissəsinə aid nümunə kimi düşünmək olmaz. Kimi olar, üçün olmaz, B bəndi. Sonra olar, ilə olar, ca olar. Məsələn, kimi əvəzlik və qoşma, sonra qoşma və zaman zərfi, ilə bağlayıcı və qoşma, ca bağlayıcı, qoşma da ola bilər, ədat da ola bilər. Qoşmalardan biri yazısına görə digərlərindən fərqlənir. Bitişik. Fikir verin, qarşısında şəkilçi işarəsi, yəni defis işarəsi olanlar bitişik yazılır, ötürü ayrı yazılır. Birində qoşmaların mənaca növləri fərqlidir. Başqa, qeyri, özgə, üçün, dair, ilə, əvvəl, sonra, qabaq, kimi, qədər, dək. Qoşmaların mənaca növləri. Kimi, qədər, tək. Fikir versəz, bax, səndən başqa, səndən qeyri, səndən özü. Üçü də eynidir. Səndən əvvəl, səndən sonra, səndən qabaq. Üçü də eynidir, zaman bildirir. Sənin kimi, sənin qədər, sənin tək, eynidir. Evə kimi, evə qədər, evədəki məsafə bildirir, eynidir. Sənin üçün, sənə dair, səni ilə. Fikir verin, bunlar fərqlidir. Həm qoşma, həm də əsas nitq hissəsi kimi işlənən sözləri istəyir. Görə olmaz, qədər, üçün olmaz, başqa, sonra, sarı, Y variantı olar. Kimi, özgə, savayı olmaz, ilə əsas nitq hissəsi olmaz. Cavab Y variantı. Biri bağlayıcı deyil. Əgər bağlayıcıdır, həm bağlayıcıdır, gah bağlayıcıdır, həmçinin bağlayıcıdır, bəs ədatdır. Amonimliyi olmayan ədatları. Məgər, kaş, amonimliyi yoxdur. Elə cavab A-dır. Artıq bir var, bax, qoy, ancaq, elə, belə var. Biri mürəkkəb bağlayıcı deyil. Hərgah, halbuki, ha belə, indiki, hərçənd sadə bağlayıcıdır. Hansı bağlayıcının amonimi yoxdur? İlə, nə, yəni, ki, yaxudun amonimliyi yoxdur. Y variantı. Biri amonim nida deyil. Hey, tfu, ox, oy, aman. Amonim deyil. Aman isimdən amonim ola bilər. Tfunun burada amonimi yoxdur. Yalnız nida kimi işlənir. Hansı cümlədə nöqtələrin yerinə amma bağlayıcısı artırmaq olar? Kitab alarkən bizə tələb etdik ki, amma bizə ödəniş etməyimiz barı kağız versinlər. Bu olmasın, uyğun deyil. İncilərin ən qiymətlisi daxilimdə gəzdirirəm, amma o da vicdandır. Uyğun deyil.
Pul həqiqi zənginlik deyil, amma bir sıra problemləri həll edir. Bəli, baxın, ammanın məzmunu nədir? Bir tərəf digər tərəfi inkar eləməlidir. Pul həqiqi zənginlik deyil, amma həll elədiyi işlər də var. Problemi həll etdiyi yerlər də var. Cavanlıqda odun yığsan, amma qocalıqda üşüməzsən, amma uyğun deyil. Sanki labirintə düşmüşdük, amma çıxış yolunu heç cür tapa bilmirdik, uyğun deyil. Hansında bağlayıcıların hamısının yazışı səhvdir. Belə ki, gah da amma üçü də doğrudur. İndi ki və yaxud çünki və yaxud çünki olmalıdır. Digərləri doğrudur. Həm də nə də madam ki doğrudur. Madam ki ayrı yazılmalıdır bu arada. Madam ki səhvdir burada. Hərgah bitişik yazılmalıdır hərçənd d ilə. Üçü də səhvdir burada. Madam ki ayrı, hərgah bitişik, hərçənddə t ilə yox d ilə yazılmalıdır. Cavab D bəndi. Həm də düzdür, onun ötürü ki, düzdür ilə düzdür. Davam edirik. Tək sözü hansı cümlədə qoşmadır? Bitişik yazılmalıdır. Tək adam olmaz. Mən tək olar. Qızın tək yaşaması olmaz. Tək getmə olmaz. Bu işi tək sən görə bilərsən. Bu da olmaz. Ədatdır. Nümunədə işlənmiş köməkçi nitqçələrin ardıcıllığı. Bahar üçün qoşmadır. 1 ilə başlayırıq. Ən çətin iş ədatdır bu. 3 ilə davam edirik. Cütə minmək idi. Xırman işi də, bağlayıcıdır da. Ağır idi. 1, 3, 2. Cavab Y variantı. Köməkçi nitqçələri ilə bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Bəli, bu yalnız qoşmaya aiddir. Leksik mənası olmur, hamısına aiddir. Sual olmur, hamısına aiddir. Şəkilçi qəbul etmir, hamısına aiddir. Qrammatik mənası olur, hamısına aiddir. Köməkçi nitqçələri ilə bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Söz yaradıcılığında iştirak etmir. Bu hamısına aiddir. Leksik mənası olmur, hamısına aiddir. Qrammatik mənası olur, hamısına aiddir. Sözləri qoşularaq deyirsə, bu yalnız qoşmaya aiddir. Şəkilçi qəbul etmir və ayrıca suala cavab vermir. Bu bütün köməkçi nitqçələrinə aiddir. Məntiqi ardıcılığı istəyir. Məgər, bəs, mı, yəni sual ədatlarıdır bu. Cavab D variantı. Məntiqi uyğunluq. Di, qoy, gör, bax əmr ədatlarıdır. Elə, barı, təki, gəl. Cavab D bəndi. Sana, di, ha əmr ədatlarıdır. Məgər, barı, qoy. Uyğun cavab C variantı. Nümunələrin birində çağırış nidasından sonra vergül qoyula bilər. Bu ancaq ey nidası ola bilər. Ey, yorğun yolçu, indi hara gedirsən? Cavab A variantı. Cərgələrin biri sadə bağlayıcılardan ibarətdir. A bəndə hərgah var, B-də həm də, C-də halbuki, hərgah, ha belə. D-də və yaxud mürəkkəbdir, çünki lakin ancaq üçü də sadədir. Cavab Y variantı. Cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Ona görə ki, mürəkkəbdir, hərgah mürəkkəbdir, ha belə mürəkkəbdir və ya mürəkkəbdir, hərçənd, çünki, amma. Cavab Y variantı. Cümlələrin hansında və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar? Seçicilər ilə namizədlərin görüşü bu günə təyin olunmuşdur. Elə cavab A variantıdır. Sizi təbrik edir ilə uğurlar arzulayırıq. Fikir verirsiniz. Burada və nə vəz elə bilmədik. Bilirsiniz nəyə görə? Çünki ilə bağlayıcısı cümlələri bir-birinə bağlaya bilməz. Sözləri bir-birinə bağlaya bilər. Və bağlayıcısı hər ikisini bacarır. Baxın, seçicilər və namizədlər. Burada sözləri bağlayan və bağlayıcı ilə əvəz oluna bilər. Çünki sözləri ilə bağlaya bilir. Burada isə bir cümlədir. Bax, sizi təbrik edirəm, edirik, uğurlar arzulayırıq. 2 dənə cümləni ilə bağlayıcı bağlaya bilməz. O, qaraqaş, qaragöz ilə girdə sifət bir qız idi. Baxın, qoymaq olmur. Gecə keçir ilə ətrafa hal bir sükut çökürdü, olmur. Onun mehriban gözlərində ilə titrək səsində bir həyəcan, fikir verirsiniz, bu da olmur. Cavab A-dır. Köməkçi nitqçələrin işlənmə ardıcılığı. Günəş təki hər çıxanda səhərdən, günəş təki, yəni günəş kimi. Burada qoşma məzmununda işlənmişdir. Qoşma ilə davam edirik. Bağlayıcı ədat, ədat getdi. Sənin ki halını bilmirəm. Sənin ki. Ki burada ədatdır. Hər ikisində ədat gəlib ikincidə. Elə deyib canım, bu da ədatdır. Bağlayıcı yox, qoşma ədat, ədat. Hansı cümlədə ki ədatdır? Bu işdən xəbərin yoxdur ki. Sual ədatıdır, bəli. Cavab elə A variantı. Atalar deyib ki, bağlayıcıdır. Mən bilirəm ki, bağlayıcıdır. Evdən çıxırdım ki, telefon səsinə. Bu da bağlayıcıdır. Onda gözümü açdım ki, bağlayıcıdır. Altından xətt çəkilmiş sözlərdə la nədir? Elə ki, əslində çovuğunla külək, çovuğunla külək, çöldə tar bağlayıb, qar çıxdı dizə. Təbiət insanla durdu üz-üzə. Demək, burada çovuğun və külək əsnədir. Təbiət insan ilə durdu üz-üzə. Burada bağlayıcıdır. Birində bağlayıcıdır, birincidə, ikincidə ilə qoşmadır. Bağlayıcı və qoşma.
Dünya ədəbiyyatında əsasən poemalar müəllifi olan, nə istəyir bir də köməkçi nitqçələrin ardıcıllığı. Dünya ədəbiyyatında əsasən hər iki tərəfdən vergül ayrılıb modal sözdür. Deməli, ədad qoşma, qoşma getdi, modal sözlərdir. Poemalar müəllifi kimi qoşma ilə davam edirik, hər ikisi qoşmadır. Nizami qəsidələr də bağlayıcıdır, ədata çıxıram, cavab C variantı. Nümunələrin birində yəqinlik və nəticə bildirən modal sözlər işlənmişdir. Ümumiyyətlə, milli qəhrəmanlar bugünkü. Ümumiyyətlə, bu nəticə bildirəndir, amma yəqinlik yoxdur. A variantı getdi. Zənnimizcə bu fikrin mənbəyidir. Məncə fikrin mənbəyidir. Doğrudur. Bu yəqinlikdir. Qarabağda memarlıq, amma nəticə bildirən yoxdur. Beləliklə, nəticə bildirəndir. İbrahimin dediklərini həqiqətən bu da yəqinlikdir. Hər ikisi var. Nümunələrin birində yəqinlik və nəticə bildirən modal sözlər. Deməli, sənin bu hadisədən həqiqətən xəbərin yoxdur. Deməli, nəticə bildirir, həqiqətən yəqinlik bildirir. Cavab elə A variantı. İfadə olunan fikrin təsir gücünü artırmaq üçün ədatdan istifadə olunur. Ədat da görən, qəflətən, oho, sanki düz ədat kimi işlənə bilir. Cavab C variantı. Məsələn, düz qapının qarşısındayam. Güman şübhə bildirən modal söz işlənmiş cümlələri istəyir bizdən. Xülasə, bu nəticə bildirir, gəlib çıxdıq. Yəqin güman şübhə bildirir ki, deyəsən güman şübhə bildirir, şübhəsiz bu yəqinlikdir, olmaya güman şübhə bildirir. 2, 3, 5 cavab D variantı. Hansı cümlədə iki ədat işlənmişdir? Daha mənim sənə sözüm yoxdur. Burada bir dənə daha var. Axı, sən hardan biləsən? Burada bir dənə axı var. Söylə də, niyə durmursan? Söylə də, bir dənə var. Lap ağını çıxartdın ki, lap və ki, iki dənə var burada. Cavab D. Kitab-ı Dədə Qorqudda deyilir ki, bu bağlayıcıdır. Burada ədat yoxdur. Cümlələrin birində sual ədatı işlənmişdir. Poliklinika buradan çox uzaqdadır. Yoxdur. Necə gözəl yerdir. Yoxdur. Hanı kişnərçisi bulud dağdan ildırım səsini batıran atlar. Yoxdur. Qarışqalar dönəcəkmi? Sual ədatıdır. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Deyirsə, deməli, yerinə qoyub işləmək lazımdır lapı. Bunları səliqə ilə lap qoymaq olmaz. Lap adam gözü kölgəli olmaz, demək olmur. Sən lap danışmırsan, demək olmaz. Muğan düzü, baxın, muğan lapı deyə bilərəm, yox, uyğun deyil. Maşın lap bizim evin qabağında dayanırdı, demək olar. Demək ki, cavab Y-dir. Əvəz eləmək deyirsə, yerinə qoyun cümləni oxuyun. Uyğun gəlirsə, deməli variant odur. Sadalanan xüsusiyyətlər hansı köməkçinin diksiyasına aid edilə bilər? Müxtəlif məna açarları yaradır. İsmin halları ilə işlənir. Qoşulduğu söz deyirsə, deməli söhbət qoşmadan gedir. Hansı cümlədə iki ədat işlənib? Daha mənim sənə sözüm yoxdur. Bir dənə var. Axı sən niyə işləmək istəmirsən? Bir dənə var. Kaş hər şey bugün həll ola. Bir dənə var. Bəs sən şəhərə qayıtmayacaqsan ki, bəs və ki, iki dənə var. Bil ki, göyə çıxsa da tapacağam. Bir dənə var burada. Hansı cümlədə bağlayıcı işlənməyib? Danışmaq istədim, ancaq bacarmadım. Burada ancaq var. Təbiət oyanır və bağlayıcısı var. Otağa girməyi və çıxmağı bir oldu. Bu da bağlayıcıdır. Bir gül və bahar olmaz deyəmirəm. İlə burada qoşmadır. Burada bağlayıcı yoxdur. Gah yağış yağır, gah da gün çıxır. Bu da bağlayıcıdır. Hansı cümlədə ədat işlənmişdir? Hər zaman üzün gün kimi gülsün. Kimi burada qoşmadır. Sanki bu modal sözdür. Mənim sözümü eşitmədi. Bunlar sənə məhz ədatdır. Onu bəlkə modal sözdür. Siz dayandıra bilərsiniz. Nə üçün mən onu addım-addım izləyirəm? Burada ədatı yoxdur. Hansı cümlədəki ədatla məntiqi ardıcılığı tamamlamaq olar? Yəni, məgər bu sual ədatlarıdır. Bəs məgər, yəni ki ədatlarına baxırıq. Onu, yəni bu bağlayıcıdır. Olmaz. Bəs olar. Sual ədatıdır. Cavab B variantı olacaq 174-də. Hansı cümlədə həm ədat, həm də bağlayıcı işlənmişdir? Elə bil modal sözdür. Sən də bağlayıcıdır. Mühəndis olmaq istəyirdim. Burada ədat yoxdur. Barı atları bugün yəhərləyin. Burada bağlayıcı yoxdur. Evə vaxtına gəl ha. Burada ədat var, bağlayıcı yoxdur. Axı həm yazırsan, həm də oxuyursan. Axı ədat həm də bağlayıcıdır. Ədat və bağlayıcı D bəndi. Köməkçi nitqçələrinin yalnız birinə aid ola bilir. İlə bağlayıcı ola bilir, qoşma bağlayıcı ola bilir. Bəri köməkçi nitqçəsi kimi qoşma ola bilir. Başqa köməkçi nitqçəsi ola bilmir. B bəndi. Ancaq deməli ədat ola bilir, bağlayıcı ola bilir. Hətta ədat bağlayıcı, yəni sual ədatı ola bilir, bir də bağlayıcı ola bilir. Modal sözlərdən ibarət sıranı müəyyən edin. Nəhayət, bəlkə, yəqin, elə cavab burada A variantıdır.
Sözsüz həqiqətən çünki bağlayıcıdır, halbuki hətta bağlayıcıdır, həm də bağlayıcıdır, nə də ki, elə ki, madam ki, indi ki. Cavab burada A variantı olacaq. Çini bağlayıcı kimi işləndiyi cümlə. Əzizim, bizimki burada isim düzəldən leksikdir. Sən ki ədatdır. Anlat ki vergül qoyulub. Deməli bu bağlayıcıdır. Mən ki ədatdır. Kaş ki özü ədatdır bütöv. O bir də bu yerlərə gələydi. Cavabımız oldu C variantı. Daha dənin bağlayıcı kimi işləndiyi cümlə. Muğanın dərdi elə su dərdidir də. Baxın, dəni uzadıram. Muğanın dərdi elə su dərdidir də. Bu ədatdır. Biz Ayazda, Şaxtada təbiətlə üzə gəlirik. Bu bitişik yazılan yerli hal şəkilçisidir. Küçələrdə Çinar vələz, palıd da əkək. Palıd da bağlayıcıdır. Toplanışda bütün məsələlər həll edildi. Da burada şəkilçidir. Yat da, bu da ədatdır. Yoxmudur səndə gülüm heç insaf. Hansı köməkçinin hissəsi işlənib? Yoxmudur, mu sual ədatıdır. Heç də ədatdır. Yəni, yalnız ədat var. Hansı cümlədə ədat yoxdur? Bu çiçəyin gözəlliyinə bax, insanı valeh edir. Bu işdən heç ağlım, burada heç var. Deməli, harada olsam gələrəm, təki sənmə, təki burada ədatdır. Taylı işli məsələləri tək sənə inanıram, ədatdır. Bu musiqi gör, nə qədər taylərdən xəbər, burada ədatdır. Hansında yoxdur? A variantında. Hansı cümlədə ki ədat kimi işlənib? Atalar deyib ki, bu bağlayıcıdır. Sən ki, səndən sonra gələn ki ədatdır. Unutma ki, bağlayıcı. Səndəki, bu dakidəki şəkilçisidir ümumiyyətlə. Sözü elə danış ki, bu da bağlayıcıdır. Cümlələrin birində təkcə sözü ədat kimi işlənmişdir. Mən bu dərdi təkcə çəkmişəm. Necə çəkmişəm təkcə? Bura tək zərfidir, C ədatıdır. Uyğun deyil. Məncə təkcə xampərə vaxtında gəlir. Yəni ancaq xampərə vaxtında gəlir. B bəndə uyğundur. Uşaq təkcə dayanıb, necə dayanıb? Tək, zərfdir, C ədatdır. Müharibədən əvvəl də təkcə yaşayırdı. Necə yaşayırdı? Tək, zərfdir, C ədatdır. Hamı gedib təkcə qalmışam. Necə qalmışam? Tək, ədatdır, C. Tək, zərfdir, C ədatdır. Baxın, necə sualına cavab verən təkcə sözündə, əgər necə sualı varsa, deməli, tək burada ya sifətli, ya ədatdır. C də ona qoşulan, daha doğrusu, tək burada ya sifətli ya da zərfdir. C ona qoşulan ədatdır. Yəni necə sualına cavab verən təkcə sözü ya sifət üstə gəlinsin ədat olur, cacə ədat olur, ya da zərf üstə gəlinsin cacə ədat olur. Amma bütövlükdə təkcə ədatı olmur. Nümunədəki modal sözün məna növünü müəyyənləşdirin. Dağ edin, çiynimi dağlara verdim, dağların dərdini çəksə dağ çəkər. Sənə məhəbbətim dağlar qədərdir, yerini dağlardan soruşum bəlkə. Bəlkə güman şübhə bildirir, A variantı. Bağlayıcılardan birinin yazılışı səhvdir. Halbuki, indi ki, belə ki, hərgah, nəyinki də yi olmaz, nəyinki olmalıdır. Verilmiş cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını istəyir. Gəlin baxaq. Mən elə sən deyəni, elə burada ədatdır, birlə başlayırıq. Sən deyən fikir ilə razıyam, qoşma ilə davam edirik. Lakin bağlayıcıdır. Hərdən fikirlər başımda elə qarışır, sanki modal sözdür. 1, 3, 4, 2. Cavab C variantı olacaq. Nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Axı kim yaratdı bu sərhədləri? Kim saldı qəlibə, fikri, xəyalı? İdraç cığırına düşəndən bəri çərçivə tanımır insan kamalı. Bəli, bəri qoşması uyğun gəlir. Nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Alışıb yandığım illərdən başqa, illərdən bəri, baxaq davamına, duyub düşündüyüm bu şeirləri illərdən bəri qafiyəyə də uyğun gəlir. İndi öz əlimlə yandırımmı mən, onda dönərəmmi həqiqətimdən? Bəli, C variantı. Hamı öz işi ilə məşğul idi, sən kənarda oturmuşsun. Cümləsində nöqtələrin yerinə hansı sözü artırsaq, həmin sözü mənaca müxtəlif köməkçi hissələri kimi izah etmək olar. Hamı öz işi ilə məşğul idi, ancaq sən. Burada ancağı artırsaq, amma sən kənarda oturmuşdun deyib bağlayıcı kimi düşünmək olar. Bir də yalnız sən kənarda oturmuşdun deyib ədat kimi düşünmək olar. C variantı. Həm bağlayıcı, həm də ədat kimi işlənə bilən söz. Yəni bunu bilmirsən. Yəni sual ədatı kimi işlənə bilir. Verilən nümunədə. Eyni zamanda bu söz bağlayıcı kimi də işlənə bilir. Biri götürmək olar. O yaşca məndən böyükdür. Ötən günə gün çatarmı? Calasan da, burada ədat və bağlayıcı kimi işlənə bilən sözdür. Kaş yenə girəydim yuxularına, gəl ayaz günləri. İstədim ki, burada bağlayıcıdır, amma ədat kimi də işlənə bilir. 1, 3, 6 cavab Y variantı.
Ki hansı cümlədə ədad kimi işlənməmişdir? Bir şagird ki, dərslərinin vaxtında hazırlamır, burada ədaddır. Baharı elə gəlirdi ki, bu bağlayıcı da özündən sonra vergül qoyulub. Deməli, cavab B variantı olacaq. Burada təcrübə nə var ki, sual ədatıdır. Kim ki, qüvvətlendirici ədaddır. Sən ki, qüvvətləndirir. Hansı cümlədə ədad işlənməmişdir? Barı, sən məni unutma, barı var. Elə danış ki, burada elə deməli, əvəzlikdir. Ki də bağlayıcıdır, ədad yoxdur. Elə hamı mən deyəni deyir. Elə burada ədaddır. Çünki suala cavab vermir. Ümidimiz ancaq sənə qalıb, yalnız sənə qalıb ədaddır. Yəni bunu bilmirsən, yəni bu da sual ədatıdır. Harda işlənməyib? C-də, Y-də də var, B-də işlənməyib. Nümunədə hansı köməkçi nitqçələri işlənmişdir? Ana sığalından, nəvazişindən özünə gəlmişdir. Sanki modal söz var burada. Modal söz işlənmişdir deyirsə, deməli modal söz olan bəndləri götürürük. Bir qədər evə girən kimi qoşma var. Modal söz qoşma. Cavab B bəndi. Hansı köməkçi nitqçələri işlənmişdir? El bilir ki, sən mənimsən. Bağlayıcı var. Bağlayıcı olmayan bəndləri çıxıram. Yurdum, yuvam, məskənimsən. Anan, doğma, vətənimsən. Ayrılar mı? Ədaddır. Bağlayıcı, ədad. Cavab D variantı. Modal sözlərdən ibarət cərgə. Məsələn, bircə güman ki, A bəndi getdi. Görəsən, deyəsən, desənə, desənə olmaz. Doğrudan, həqiqətən, qəflətən olmaz. Yəqin ki, yəni ki, gərək ki, olmaz bu da. Yəni ki, yəqin ki. Yəqin ki, olur modal sözü. Yəni ki, olmaz. Yəni ki, çünki bağlayıcıdır. Ki, yəni ki. Demək, ehtimalçı şübhəsiz, bəli, cavab Y variantıdır. Ah sözü hansı cümlədə nida kimi işlənmişdir? Niyə ah çəkirsən? Burada ah çəkmə ifadəsi var, nida deyil. Ay nidası var burada. Ah, onun görkəminə baxın, ahdan sonra vergül qoyulur. Deməli, bu nidadır. Rəhim bəy yanıqlı bir ah çəkdi. Yenə ah çəkmə ifadəsi var. Ah eylədiyim sərvi. Baxın, ah eyləmə ifadəsi var. Ahın dağlara, sənin ahın. Ah, burada isimdir, şəkilçi qəbul edib. Deməli, cavab B-dir. Hansı cümlədə iki modal söz işlənmişdir? Görünür, o doğrudan da günahsızdır. Görünür və doğrudan da. Cavab belə A variantı. Deməli, ancaq sən getməlisən. Burada bir dənə deməli var. Bəlkə də sən bu məsələdə haqlısan. Burada bir dənə bəlkə də var. Deyəsən bizim məqsədimizi heç də başa düşməyib. Bir dənə deyəsən var. Yəqin yalnız nadanlar onu bu cür başa düşə bilər. Bir dənə yəqin var. Qoşmaları hansı halda olan sözlərə qoşulduqda bənzətmə mənası bildirir? Sənin kimi, sənin qədər, bir də Arif kimi, Arif qədər adlıq və yəlik hallara qoşulanda. 3, 1. Cavab Y variantı olacaq. Hansı ədatlar sözə bitişik yazılır? Məhz, əsl olmaz, ha, nə, elə, sana, ca. Elə şəkilçilər bunlardır. Cavab C variantı. Yəni olmaz, kaş olmaz. Cümlədə köməkçi nitqçələrin işlənmə arıcılığı. Baxaq. Elə həmin yerə yaxınlaşanda elə ədaddır. Ədad olmayanları çıxırıq. Alovun yeri tüstü ilə bu təpəcikdən ilə qoşmadır. Digər təpəciyə doğru bu da qoşmadır. Qoşma, qoşma ədad. Hansı xüsusiyyət bağlayıcıya aid edilə bilməz? Leksik mənası yoxdur. Köməkçi nitqçəsidir. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Həmciz üzvləri əlaqələndirə bilmir. Əlaqələndirə bilir. Bu aid deyil. Cümlə üzvü olmur, doğrudur. Cavab D bəndi. Nümunədəki əsas nitqçələrinə aid olmayan sözlərin işlənmə arıcılığı. Get bax da, bu ədaddır. 3-dən başlayıram. Oqtay, görəsən, hər iki tərəfdən vergül var. Bu modal sözdür. 4. Biz də bağlayıcıdır. 2. O günləri görəcəyik mi? Ədaddır. 3. 3, 4, 2, 3. Cavab Y variantı. Əsas nitqçələrinə aid olmayan sözlərin işlənmə arıcılığı. Ay molla, nida ilə başlayırıq. 5. Axı, ədaddır. 3. Ölümü də bağlayıcıdır. 2. Tanrı yaradıb eşqi də. Də, bu da bağlayıcıdır. 2. Nəşəni də 2. Gözəli də 2. Yəni 5, 3, 2. Burada ancaq ard-arda bağlayıcılar işlənib. 5, 3, 2-ni götürmək olar. Nümunədəki əsas nitqçələrinə aid olmayan sözlərin işlənmə arıcılığı. Ay Fərid, nidadır. 5. Qoy, nə bilirsə qoy. Bu ədaddır. 3. Hamısını danışsın, amma bağlayıcı sözünü yarımçıq kəsmə. 5, 3, 2, yenə cavab D bəndi. Verilmiş cümlələrdə danışanın ifadə etdiyi fikrə münasibətini nəzərə alaraq arıcılığı müəyyən edin. Yəqinlik, nəticə, fikrin mənbəyi, bənzətmə. Elə çapırdı ki, sanki bu olacaq nə? Sanki onu arxadan canavar, bu vergülsüz işlənən modal sözdür. Deməli, bənzətmə ifadə edir. Sanki elə bil ki.
Bura 1 yazıram. Ümumiyyətlə, bu nəticə bildirir. 2-ni bu hissəyə yazıram. Düzü, bu deməli ifadə edir yəqinlik. 3-ü bu hissəyə yazıram. Məncə fikrin mənbəyidir. 4-ü də bu hissəyə yazıram. Sıralama bu formada olacaq. 3, 2, 4, 1. Cavab C variantı. 205-də. 206. Verilmiş cümlədə fərqləndirilmiş sözlərin hansı hissəsinə aid olduğunu ardıcıllıqla. Dünyada elə işlər var ki, necə işlər var? Bu əvəzlikdir. Ədat, sifət, ədata çıxıram. Əvvəl gözəllərdə gərəkdir sağlıq. Yəni, əvvəl nə vaxt, nə zaman? Bu zərfdir. Qoşmanı çıxıram, əvəzlik zərf. Ondan sonra da dan-dən sonra bu qoşmadır, uyğun gəlir. Ola sadə ağlıq. Sanki bu modal sözdür, hamısı uyğun gəlir. Nümunədə köməkçi hissələrinə aid olan sözlərin işlənmə ardıcılığı. Axı, bu ədatdır. 3-dən başlayırıq. Onun bəhanəsini kəsmək üçün qoşmadır, 1. Əlimdə fakt olmalıdır. Sabah hansısa ziyafət düzəltdim. Orada ziyalı kimi qoşmadır, 1. Bacım olmalı, əri də olmalıdır. Bu da bağlayıcıdır, 2. 3, 1, 1, 2 cavab A variantı. Eyni sualdır. Elə o namussuz qardaş deyilmi? Elə məhz bu ədatdır. 3-lə başlayırıq. Deyilmi? Sual ədatıdır. 3-lə davam edirik. Mənim başıma bu işləri gətirən sən də bağlayıcıdır bu. Şeytan kimi qoşmadır. Girdi mənim qəlbimə. 3, 3, 2, 1 cavab C variantı. Yenə sıralama istəyir bizdən. Yaxşı, bu modal sözdür. 4. Siz deyən olsun. Fəqət bağlayıcıdır 2. Onu bilin ki, bu da bağlayıcıdır 2. Siz bu cavabınızda, cavabınız ilə qoşmadır bu. Məni məhv edirsiniz. 4, 2, 2, 1 cavab D bəndi. Köməkçinin hissələrin işlənmə ardıcılığı. Elə vağzala çatmışdım ki, elə burada ədatdır. Çatmışdım ki, bağlayıcıdır. Qardaşım dostu ilə özünü yetirdi. Bu da qoşmadır. Ədat bağlayıcı qoşma cavab D variantı. Nümunədə hansı köməkçinin hissələri işlənmişdir? Ata, lap heyranam, lap ədatdır, vidadiyə mən. Doğrudan bu modal sözdür. O sənə yanır ürəkdən. Ədat və modal söz cavab D variantı olacaq. Deməli, 212. Nəticə bildirən modal sözlər işlənmiş. Deməli, evimizi tapmırsınız. Bu nəticə bildirir, deməli. Yəqin, yəqinlik, güman şübhə bildirir. Səni də bu işlə bağlı çağıracaqlar. Xülasə, bu da nəticə bildirir. Əlbəttə, olmaz, yəqinlikdir. Doğrusu da həmçinin. Deməli, 1 ilə 3 uyğun gəlir burada. Cavab C variantı. Modal söz işlənmiş cümləni istəyir bizdən. Bəlkə modal sözdür. Mətləbi qısa desək, vaxta qənaət etmiş olarıq. Aha, bu nidadır, sən də getmək istəyirsən. Məhz bu da nidadır. Deyəsən, modal sözdür. 1 ilə 5 olacaq. Cavab C variantı. Modal söz işlənmiş cümlələr. Günlərimiz yaxşı keçir. Yaxşı günlərimiz həyatımızı bəzəyir. Yaxşı, vergül var. İndi fikrin nədir? Bu modal sözdür. Sözün düzü heç kəsi narahat etməsin. Düzü fikrimi, baxın, düzdən sonra vergül qoyulub. Düzü fikrimi ifadə etməyə çətinlik çəkirəm. Bu da modal sözdür. Deməli, 3 ilə 5 cavab C variantı. Unutmayın ki, modal sözlər vergüllə ayrılır. İsmin ən az 2 halına qoşula bilən qoşmaları müəyyən edin. Əli kimi, sənin kimi, adlıq, yiyəlik. Olar. Əsasən olmaz, sonra olmur. Adil qədər, sənin qədər, adlıq, yiyəlik olur. İlə, sənin ilə, adil ilə, adlıq, yiyəlik bu yenə olur. Sənə görə olmur. Deməli, 1, 4, 5, 215. Hansı cümlələrdə qoşma işlənmişdir? Mən dərslərimi Arif ilə öyrəndim. 1. Arif və Həsən çoxdan dostluq edirlər. Burada yoxdur. Onun dünyaca dərdi var. Dünya qədər 3. O yavaşca necə sualına cavab verən sözə qoşulanca ədatdır. Burada cavabımız ancaq 1 və 3 olacaq. Bağlayıcı işlənmiş cümlələr. Mən çox təkid etdim, ancaq qəbul etmədilər. Amma qəbul etmədilər. 1. Oğlanlardan ancaq Orxan gəlmişdi. Bu ədatdır. Sən ki, ədatdır. Bu sənədləri də, bu bağlayıcıdır. Getdim, lakin onu orada tapmadım. Bağlayıcıdır. O dünən gəlib, mən isə qarşılaşdırma bağlayıcıdır bu da. 1, 4, 5, 6. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. O nə bilir ki, danışsın? Nə? Deməli, leksik mənası olmasa sözə qoşularaq məna çaları yaradıb, uyğun deyil. Cümlədən çıxarılıqda məna dəyişikliyi baş verməz. Leksik və qrammatik mənası var. O nə bilir ki? Bəli, nə burada sual əvəzli idi. Ona görə leksik və qrammatik mənası var demək olar. 1C.
Nə çoxdur oylanın sənin. Bir dənə deyinə yeyə baxım, nə ilə bağlı. Yalnız qrammatik mənası var. Yox. Cümlə özləri arasında əlaqə yaratmağa xidmət edir. Yox. Nə çoxdur oylanın sənin. Nə burada ədatdır. Leksik mənası olmasa da sözə qoşularaq qoşulmur. Xeyr. A heç birinə uyğun deyil. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bəli, çoxdur oylanın sənin. Ədatı biz cümlədən çıxartdığımız zaman məna dəyişikliyi baş vermir. Doğrudur. Yalnız qrammatik mənası var. Bəli, ədat olduğuna görə yalnız qrammatik mənası var. Cümlə özləri arasında əlaqə yaratmağa, yox, bu bağlayıcının işidir. Y bəndi heç birinə uyğun deyil. Ona görə 1C, 2BD olacaq bu formada. A qoşmaya aiddir, Y bağlayıcıya. Deməli, cümlələrdə fərqləndirilmiş sözlərə əsasən uyğunluğu müəyyən edin. O şagirdini incidəcək bir kəlmə belə dilinə gətirmədi. Belə qəhrəmanlardan ibarət. Deməli, burada belə ədatdır. Digərində belə qəhrəman əvəzlikdir. İndi biz ədatla əvəzliyi müqayisə etməliyik. Leksik mənası var. Burada leksik məna hansında var? Təbii ki, buraya yazıram 1, 2. Əvəzlikdə var. 2A. Fikrin təsirli ifadə olmasına xidmət edir. Bu ədata aiddir. 1B. Cümlə özvü deyil. Cümlə özvü deyil. Təbii ki, ədat cümlə özvü deyil. Deməli, 1BC. Cümlə və cümlə üzvləri arasında əlaqə yaratmağa xidmət eləyir. Bu əlaqə yaratmaq istəyən köməkçi nitq hissəsi bağlayıcıdır və burada bağlayıcı yoxdur. D heç birinə aid deyil. Suala cavab verir. Bu təbii ki, əvəzlikdir. Y bəndi. Deməli, 1BC, 2AY olacaq. Cümlələrdəki fərqləndirilmiş hissələrə əsasən verilmiş fikirləri Euler Venn diaqramına əsasən uyğunlaşdırın. Söz ki var, bir ucu yalandırsa, deməli bir tərəf ədatdır. Elə fikirləşirdik ki, 2-dən sonra vergül var, bu da bağlayıcıdır. Yəni biz ədatla bağlayıcını müqayisə eləməliyik. Məna çaları yaradır. Məna çaları. Bu sözə qoşularaq məna çaları yaratmaq qoşmaya məxsusdur. A heç birinə aid deyil. Yalnız qrammatik mənası var. Hər ikisinin yalnız qrammatik mənası var. Ona görə də B-ni yazacağam ortaya. Danışanın ifadə etdiyi fikrə münasibət. Bu modal sözə aiddir və nümunədə modal söz yoxdur. Cümlələr arasında əlaqə yaratmağa xidmət eləyir. Bu, təbii ki, bağlayıcıya aiddir. Ona görə də D-ni yazıram bu hissəyə. Fikrin təsirli ifadə olunması bu ədata aiddir. Yenə də yazıram bu hissəyə. Deməli, doğru cavab nədir burada? Diqqətli olun. 1 Y, 2 D-dir. 3 ortada olan B-dir. Və bu 220-ci sual da köməkçi nitq hissələrinin 9 illik test toplusunda olan sonuncu sualıdır. 220 sualın hər birinin dənə-dənə izahını paylaşdım sizlər üçün. Əgər bu videolardan faydalanırsınızsa, mütləq kanala abunə olun. Videolarımızı bəyənib öz profillərinizdə, WhatsApp-ınızda paylaşaraq dəstək ola bilərsiniz bizə. Deməli, hazırlıqlarımız haqqında maraqlananlar üçün qeyd edeyim ki, 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq bizim onlayn və əyan dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.